Aprelin 30-da tanınmış rəssam Azərbaycan Rəssamlar İttifaqının üzvü Məlik Məmmədxanovun fərdi sərgisi təşkil olunub. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Sevinç Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev və müavinləri, həmçinin Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuq Turganer və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər əsərlərində milli etnografik və məişət əşyalarından məharətlə istifadə edən rəssamın rəsmləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Məlik Məmmədxanovun yaradıcılığı qonaqlar tərəfindən yüksək estetik zövq və peşəkarlıq nümunəsi kimi dəyərləndirilib. Qeyd edək ki, beynəlxalq və respublika sərgilərinin iştirakçısı olan fırça ustasının əsərlərində təsvir edilən nar meyvəsi və xalça mövzusu onun vətənə bağlılığının əyani sübutudur.